Cedric nağılı. 8 yaşınızdasınızsa sevgi çox çətindir. Hər şey adi bir çərşənbə axşamı başladı. Məktəbin həyətində günəş parıldayırdı. Amma mənim içimdə fırtınalar qopurdu. Çünki Chen yeni aldığı rəngli karandaşları ilə Nikolasa şəkil çəkirdi. Nikolas isə hər zamanki kimi lovğa-lovğa gülümsəyirdi. "Bura bax, Kristian," dedim dostuma. "Mənim rəngli karandaşlarım yoxdur. Amma mənim böyük ürəyim var." Kristian eynəyini düzəldib mənə baxdı. "Cedric, mənə elə gəlir ki, qızlar ürəkdənsə parlaq karandaşlara daha çox önəm verirlər." Evə qaçdım. Atam Robert hər zamanki kimi yorğun idi. Anam isə mətbəxdə nəsə bişirirdi. Atamdan karandaş almaq üçün pul istəyəndə mənə qənaətçil olmaq haqqında 1 saatlıq mühazirə oxudu. Amma mənim qənaət etməyə vaxtım yox idi. Chen əldən gedirdi. Həyətə çıxıb babamın yanına getdim. Pepe oturacaqda oturub qəzet oxuyurdu. "Baba," dedim. "Bir qıza özünü göstərmək üçün mütləq bahalı karandaşların olmalıdır." Babam gülümsədi. "Xeyr, Cedric. Ona karandaş yox, o karandaşlarla yaza bilməyəcəyi bir xatirə bəxş etməlisən." Ertəsi gün məktəbə karandaşla yox, cibimdə balaca bir kağız parçası ilə getdim. Chen tənəffüsdə tək oturanda yanına getdim. Ürəyim elə döyünürdü ki, sanki yerindən çıxacaqdı. "Chen," dedim. "Sənə bir şey göstərmək istəyirəm." Ona babamın mənə öyrətdiyi kölgə oyununu göstərdim. Əllərimlə divarda uçan bir quş fiquru düzəltdim. Chen heyranlıqla baxdı və güldü. Nikolas isə öz bahalı karandaşları ilə kənarda tək qalmışdı. Çünki oyuncaqlar və əşyalar bitə bilərdi, amma gülüşlər yox. Bugün çox yoruldum, amma xoşbəxtəm. Babam yenə haqlı çıxdı. Pul hər şeyi həll etmir. Amma biraz cib xərcliyim olsaydı pis olmazdı. Həyat həqiqətən çox qəribədir. Xüsusən də 8 yaşınızdasınızsa.